Sərxana gedək ofisot ata qatılaq ki, dərsimiz keçək. Gəlin. Müştərini maarifləndirmək lazım deyil. Özümüzə də maarifləndirsək, kontenti yaxşı istifadə edəcək, onsuz nəticə gələcək. Müştəri nəticəni görəndən sonra heç nə soruşmayacaq. Yəni açıq deyil. Bu gün mənim müştərim yerlər olsun, müştəri olsun və fərqli işlədiyim full time yer belə, yəni xidmət vermiş olum da ora. Yəni belə fikirləşin. Nəticə verəndən sonra heç bir rəhbərlik sizə gəlib deməyəcək ki, orada niyə 5 dənə ət set yaratmısan, 10 dənə. Mən işdə səhərdən axşama nə bilim 30 cür ət set yaradıram. Niyə? Büdcə var, bizdən lid istəyirlər. Mən o lidi verirəm. Okay. Mən 100 lid istəyirlər deyək ki, 100 lid vermişəm. 5 lid istəyirlər, 5 lid vermişəm. Amma bunu necə vermişəmsə ki, mənim özümə qalır. Mən orada 5 dənə ət set yaradıram, onu test edirəm, bunu test edirəm və heç kim gəlib demir niyə eləyirsən və ya bir dənəsini də elə qoyursunuz. Yenə gəlib deməyəcəklər niyə birini qoydun. Onun üçün hər şey özünüzə düşür. Siz kontent qoyandan sonra mən fərqli kontent yaradıram ki, o nəticəni verirəm. Okay, qalan şey mənim üzərimə düşür ki, mən kontent yaradıram. Orada rəhbərliyi və orada müştərini maarifləndirməyə ehtiyac yoxdur. Çünki onun üçün nədir? Pul versin, səndən nəticə alır. Bizim də işçi kontenti yaradıq. Düzdür. Belə. Mən Sərxana qatılacağam. Sərxana gedək ofisot ata qatılaq ki, dərsimiz keçək. Gəlin.